Əsəbləşmişəm də, özün bilirsən, niyə əsəbləşməyim ki? Bilirəm. 38 yaşlı qadının 2 ədəd miyomaya görə uşaqlığı, yumurtalıqları çıxıb. Niyə əsəbləşməyim? Özün də gördün ki, qadın nə vəziyyətdə idi. Yəni artıq ağır klimakterik sindromdadır qadın. Sual verirsin, qanaxman var idi, miyomaya görə dedilər submukoz miyoman var, ona görə uşaqlıq çıxır. Submukoz miyomaya görə uşaqlıq çıxar, miyomaya görə uşaqlıq çıxar, əlbəttə xeyr. Artıq bu miflərdir, miyomaya görə uşaqlıq çıxır. Dünyanın heç bir yerində miyomaya görə uşaqlıq çıxmır. Hətta xarici ölkələrdə 60-70 yaşında belə orqan saxlayıcı əməliyyat edirlər. Yəni orada xərçəngönü proses yoxdursa. Yoxsa cavan gəlinlərdir, gəlirlər 42 yaş, 42 yaş, 43 yaş, 45 yaş. Bir dənə söz deyirlər. Neyinirsən dar? Uşaq doğmursan bəslidir. Əsas uşaq doğmaq idi. Hamısını çıxar canını qutarsın. Onu çıxartmaq can qutarır. Onu çıxartmaqla əksinə qadınları böyük bir problemə itələyirlər. Hansı ki klimakterik sindromu içində qadınlar alışıb yanır. Ona görə diqqətli olmaq lazımdır. Seçimi düzgün etmək lazımdır. Biraz özünüzə diqqətlə yanaşın. Heç də hamısını çıxardıq canınız qutarsın. Bu həkimə yaraşan bir cümlə deyil, ifadə deyil. Belə.